Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 30% çatdırmağı hədəfləyib. Ancaq həmin istiqamətdə həyata keçirilməkdə olan işlər bunun daha qısa müddətdə reallaşacağını göstərir. Söhbət yaxın 2 ildə istismara verilməsi gözlənilən Qobustan Günəş elektrik stansiyalarından gedir. Daha ətraflı sıradakı süjetimizdə. Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 meqavat gücündə Qobustan Günəş elektrik stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb. Çinin Universal International Holdings Limited şirkəti ilə həyata keçirilən layihə üzrə tikinti işlərinə bu ilin may ayında başlanılıb və sürətlə davam etdirilir. Tikintisi əsasən yerli şirkətlər tərəfindən aparılan elektrik stansiyasının 2027-ci ildə istismara verilməsi nəzərdə tutulur. İstehsal olunan enerjinin şəbəkəyə ötürülməsini təmin edəcək yarım stansiyanın inşası ilə bağlı da əsaslı işlər görülməkdədir. Eyni zamanda bu cür layihələrin gələcək üçün yerli kadr potensialının formalaşmasına mühüm töhfə verəcəyi də qeyd olunub. Xüsusi olaraq qeyd edilmək lazımdır ki, bu gördüyünüz tikintidə 300-ə yaxın Azərbaycanlılar çalışırlar. Cəmi 7 Çindən dəvət olunmuş mütəxəssis var və o da müəyyən mənada bizim yerli mütəxəssislərin yetişməsi və gələcəkdə reallaşdırılacaq digər bu qəbuldan olan layihələr üçün xüsusi kadr bazasının formalaşmasına böyük töhfə verəcəkdir. Müəssisədə hər il təxminən 260 milyon kilovat saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsinə imkan yaradacaq. Habelə bununla atmosferə atılan karbon emissiyalarının da 124 min ton azalacağı gözlənilir. Düşünürəm ki, Azərbaycan xüsusən də ötən il COP29-la birlikdə dünyaya ümid verdi. Bakıda bu dəyişikliyin nəfəsini hiss elədik. Bu proses Azərbaycanın yaşıl iqtisadiyyata keçidinə güclü bir motivasiya oldu. Elə buna görə də Azərbaycandakı ilk layihəmiz kimi Günəş elektrik stansiyasını seçdik. Qeyd edək ki, Çinin Universal International Holdings Limited şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidən Qurma və İnkişaf Bankının dəstəyi ilə Azərbaycan Energetika Nazirliyi tərəfindən keçirilmiş hərracın qalibi oldu.